Sumqayıtda xarici dil tədrisində milli kimlik və suverenlik adlı forum keçirilib. Tədbir Gənc Xarici Dil Müəllimləri Birliyinin təşkilatçılığı ilə Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə baş tutub. Forum Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Tədbirin məqsədi xarici dil tədrisində milli kimliyin və suverenlik düşüncəsinin qorunmasına diqqət çəkmək, bu sahədə çalışan müəllimlərin maarifləndirilməsinə və milli dəyərlərin təbliğinə töhfə vermək olub. Forumda Milli Məclisin deputatları, təhsil ekspertləri, müəllimlər və tələbələri iştirak edib. Millət vəkili Ceyhun Məmmədov çıxışında bildirib ki, xarici dil öyrənmək vacib olsa da, milli kimlik hər şeydən öndə dayanmalıdır. Millət vəkili Mehriban Vəliyeva isə müəllimlərin bu prosesdə xüsusi rol daşıdığını qeyd edib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova çıxışında xarici dil müəllimlərinin milli ideologiyanın ötürülməsində mühüm rola malik olduğunu deyib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədov qeyd edib ki, bu cür forumlar müəllimlərin peşəkar inkişafına və milli kimlik mövzusunda düşüncə mübadiləsinə şərait yaradır. Abşeron Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə sektor müdiri İman Ağayev qeyd edib ki, xarici dil tədrisi milli ideyadan ayrı düşünülsə, nəticə dayanıqlı ola bilməz. Biz təhsildə həm beynəlxalq yanaşmanı, həm də milli baxışı qorumağa çalışmalıyıq. Məktəbin direktoru Tahirə Səfərova tədbirin əhəmiyyətini belə ifadə edib. Biz istəyirik ki, bu məktəbdə yetişən hər bir şagird həm dünyaya açıq olsun, həm də Azərbaycan ruhunu yaşatsın. Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oktay qızı isə müəllimlərin emosional və psixoloji hazırlığının da vacibliyini vurğulayıb. Zəfər Olimpiyadası layihəsinin təşəbbüskarı Emin Xankişiyev çıxışında gənclərin potensialına inandığını bildirib. Forumun sonunda panel müzakirəsi keçirilib. Müəllimlər və tələbələr xarici dil tədrisində milli dəyərlərin qorunması istiqamətində ideya və təcrübə mübadiləsi aparıblar. İştirakçılara sertifikatlar və hədiyyə kitabları təqdim olunub. Şəmstan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.